Gözündən su axır, allergiyası var. Yaz başı hər il allergiyası olur. Və hər il gözündən su axır. Və gəlib deyir ki, mən heç bunu müalicə edə bilmirəm. Mən necə eləm ki, bunu müalicə eləyim? Və sonra bir söhbət eləyirsən ondan, bir seans əsnasında çıxır ki, bu hamilə olduğu vaxt bunun qaynanasından bir problem yaşayıbdı və orada o qədər çox ağlamaq istəyib ki, bu da yaz başına təsadüf edib. O qədər çox ağlamaq istəyib, amma ağlaya bilməyib. O gözünün suyu ilə axıb ürəyinə. Və hər il yaz başı olanda beyin aparır onu ora, şuuraltı aparır ora. Deyir ki, yadına gəlir, bax sən falan vaxt belə bir hadisə yaşamışdı. Və onun başlayır gözündən sular axmaq. Və onu anlayanda ki, bu hamilə vaxtı olub və bu ağlaya bilməmişdi və bunun o qaynanası əslində belə demək istəməmişdi, belə demişdi. Yəni bütün bunlar çözüləndən sonra bir də baxır ki, həmin ilsə gözündən su axmır, allergiyası keçir. Bax, burada Yegan xanım, indi tamaşaçılar yazacaq ki, bu məsələn tutaq ki, bir xəstəlikdir də. Məsələn, mənim bədənimin tutaq ki, hansısa bir çiçək tozuna qarşı əks reaksiyası var. Tamam, mən qaynanama sözümü deyə bilməmişəm, içimdə qalıb, bu başqa düşdü. Amma bu tozu da bir bədənim götürmür. Bax, tozu bədənin götürmür də. Ola bilər ki, həmin o toz var, toz əsnasında, o toz sənin burnuna girəndə də sənin ağlında bir şey olub. Bir şey fikirləşmirsən. Və sənin o toz burnuna girib, o da bəhanə olub. Yəni, bu həyatın riyazi dilidir. Yəni, əgər beyin səni xəstə eləyə bilirsə, beyin səni salda da bilər də.